Böbrək xəstəliklərinin əlamətləri. Bəzən ilkin mərhələdə çox zəif və ya fərq edilməz olur. Lakin bəzi ümumi əlamətlərə diqqət yetirmək vacibdir. Əsas böbrək xəstəliyi əlamətləri. 1. Sidikdə dəyişikliklər. Tez-tez sidiyə getmək. Sidikdə qan. Kəskin qoxulu və ya köpüklü sidik. Sidiyin rəngində dəyişiklik. Bədəndə şişkinlik. Xüsusilə göz ətrafında, əllərdə, ayaqlarda və topuqlarda. Yorğunluq və zəiflik. Böyrəklər düzgün işləmədikdə, bədəndə zəhərli maddələr toplanır və bu da yorğunluğa səbəb olur. Dərinin quruluğu və qaşınma. Elektrolit balansının pozulması və toksinlərin yığılması nəticəsində baş verir. 5. Təngnəfəslik. Bədəndə maye yığılması və ya qan azlığı səbəbindən. 6. Bulantı, qusma və iştahasızlıq. Orqanizmdə yığılan tullantılar mədə-bağırsaq sisteminə təsir edir. Qan təzyiqinin yüksək olması. Həm böbrək xəstəliyinin səbəbi, həm də nəticəsi ola bilər. Konsentrasiya çətinliyi və yaddaş zəifliyi. Qan təmizlənmədi beyin funksiyaları zəifləyə bilər. Böyrəklər orqanizmin əsas filtr orqanlarıdır. 2 ədəd olub, belin hər iki tərəfində yerləşir. Onların əsas funksiyası qanı təmizləmək, artıq mayeni və tullantı maddələrini sidik vasitəsilə bədəndən xaric etməkdir. Eyni zamanda qan təzyiqinin tənzimlənməsi, elektrolit balansı və E vitamini kimi bəzi hormonların istehsalında da rol oynayırlar. Böyrəkləri necə qoruya bilərik? 1. Kifayət qədər su için. Gün ərzində kifayət qədər su içmək böyrəklərin düzgün işləməsi və tullantıların bədəndən təmizlənməsi üçün vacibdir. 2. Duz qəbulunu azaldın. Çox duz böyrəklərin işini çətinləşdirir və təzyiqi artıraraq zərər verə bilər. 3. Qan təzyiqinizi və şəkər səviyyənizi nəzarətdə saxlayın. Yüksək təzyiq və şəkər səviyyəsi böyrəklərə ciddi zərər verə bilər. 4. Siqaretdən və alkoqoldan uzaq olun. Bu maddələr böyrəklərə birbaşa və dolayı yollarla zərər verir. 5. Düzənli fiziki aktivlik. Mütəmadi idman böyrəklərin sağlam qalmasına kömək edir və qan dövranını yaxşılaşdırır. Gereksiz dərmanlardan uzaq olun. Xüsusilə ağrı kəsicilər, uzun müddət və nəzarətsiz qəbul edilərsə, böyrəklərə zərər verə bilər. Sağlam qidalanma. Tərəvəz, meyvə və liflə zəngin qidalar böyrək sağlamlığını dəstəkləyir. Müntəzəm həkim müayinəsi, xüsusilə risk altında olanlar,